Salam əziz valideynlər və şagirdlər, mən sizlərə 3-cü sinif riyaziyyat iş dəftərindən tapşırıqların izahını verəcəm. 3 rəqəmli ədədlərin çıxılması. Birinci tapşırıqdan başlayaq. Kublar üzərində təsvir etməklə və alt-alta yazmaqla fərqi tapın. Baxaq. Baxırıq neçə yüzlük kub var? 6 yüzlük, 6 onluq, 8 təklik. Yuxarıda da qeyd edib 668-dən 125 çıxırıq. 8-dən 5 çıxsaq 3-ü, 6-dan 2 çıxsaq 4-ü, 6-dan 1 çıxsaq 5-i. 543 qalacaq. Və çıxanda necə çıxa bilərik əziz şagirdlər? Burada diqqət edirik, yazıb 125. Yəni bir dənə yüzlük kub çıxırıq, 2 dənə onluq kub çıxırıq. 5 dənə də təklik kub çıxmış oluruq. 457-dən 241 çıxıbdır. 457 çıxırıq 241. 241. 2 dənə yüzlük kub çıxırıq. 2 yüzlük. 4 dənə onluq kubu çıxırıq. Bir dənə də təklik çıxırıq. 7-dən 1 çıxsaq 6-sı, 5-dən 4 çıxsaq 1-i, 4-dən 2 çıxsaq qalır 2-si. Burada da qeyd edirik 335-dən çıxıb 112-ni. Bir yüzlük çıxıb, bir dənə yüzlük kub çıxırıq, bir dənə onluq kub çıxırıq, 2 dənə də təklik. 5-dən 2 çıxsaq 3-ü, 3-dən 1 çıxsaq 2-si, 3-dən 1 çıxsaq qalacaq 2-si. Davam edirik. 0-dan 0 çıxsaq 0, 0, 5-dən 3 çıxsaq qalacaq 2. Əvvəlcə təklikdən çıxırıq. 0-dan 0 çıxanda 0, 2-dən 1 çıxanda 1, 7-dən 5 çıxanda 6. 9-dan 2 çıxsaq 7, 6-dan 4 çıxsaq 2-si, ikisini yazırıq. Bura 6-dan 3 çıxsaq 3-ü, 4-dən 0 çıxsaq 4, 6-dan 2, 4 çıxsaq qalır 2-si. 4-dən 2 çıxsaq 2-si qalır, 6-dan 2 çıxsaq 4-ü qalır, 4-dən 1 çıxanda 3-ü qalır. 8-dən 3 çıxsaq qalır 5-i, 7-dən 3 çıxanda qalır 4-ü, 5-dən 2 çıxanda qalır 3-ü. 7-dən 3 çıxsaq 4-ü, 4-dən 4 çıxsaq 0, 9-dan 4 çıxsaq qalır 5-i. 6-dan 1 çıxanda 5-i qalır, 5-dən 3 çıxanda 2-si, 3 düşürdürük. 5-dən 4 çıxsaq qalır 1-i. Burada onluq və yüzlüyün sayı 0-dır. Ona görə də onluq və yüzlüyü olduğu kimi aşağı düşürük. 5-dən 7 çıxsaq 2-si qalır, 8-dən 5 çıxanda 3-ü qalır, 5-i də olduğu kimi yazırıq aşağıya. 5-dən 1 çıxanda qalır 4, 0-dan 0 çıxsaq 0, 6-dan 2 çıxanda qalır 4-ü. 9-dan 5 çıxsaq qalır 4-ü. Onluq və yüzlük mərtəbəmiz çıxılanda olmadığı üçün onluq və yüzlüyü olduğu kimi fərqə gətiririk. 5-dən 4 çıxsaq qalır 1-i, 9-dan 0 çıxsaq 9, 1-dən 1 çıxsaq qalır 0. 3-dən 3 çıxsaq 0, 4-dən 2 çıxsaq 2-si, 8-dən 4 çıxsaq qalır 4-ü. Boş xanalara uyğun ədədləri qeyd et, təsvirə əsasən çıxma əməlinə aid misal yaz. Yazaq. Baxırıq, ədəd oxunda 815 verib bizə. 815 bizim azalanımız və çıxırıq. Çıxanda ədəd oxu üzərində sağdan sola doğru gedirik. 815-dən 100 çıxsaq, baxın, çıxılanı müəyyən etsək, 1 yüzlük, 2 yüzlük, 3 yüzlük. Neçədir? 300, 10, burada da 4, 314 çıxıb. İndi isə gəlin çıxaq. 815-dən 100 çıxsaq 715, 715-dən 100 çıxsaq 615, 615-dən 100 çıxsaq 515, 515-dən 10 çıxsaq 500, 5, 505-dən 4 çıxsaq qalır 501. Yəni 815-dən 314 çıxsaq 501 qalmış olar. Eyni qayda ilə burada yazırıq. Baxırıq, azalanımız 457-dir, qeyd edək. Çıxılanımız 100, 110, 120, 130, 132-dir. Çıxaq 132. Çıxaq. 457-dən 100 çıxsaq qalır 447.
447-dən 10 çıxsaq 437, 437-dən 10 çıxsaq 427, 427-dən 10 çıxsaq 417, 417-dən də 2 çıxsaq 415 qalacaq. Qalır 400. Burada nəsə səhvə yol verdik. 457-dən 100 çıxsaq 447 qalır. 357 qalır. 357. 10 çıxsaq qalır 347. 347-dən 10 çıxsaq 337, 337-dən 10 çıxsaq 327, 327-dən də 2 çıxsaq qalır 325. Burada qalacaq, diqqətsiz etmişəm, üzrü sayın, 325. Davam edək. Ədədləri açıq şəkildə yaz, uyğun mərtəbə qiymətlərini çıxmaqla fərqi tap. Baxaq. 9 təklik, 2 onluğumuz 20, 3 yüzlüyü qeyd edirik. 6 təklik, 1 onluğumuz 10, 2 yüzlüyümüz 200. Açıq şəkildə yazaq 300, üzərinə gəlirik 20, üzərinə gəlirik 9-u, 200, üzərinə gəlirik 10-u, üzərinə gəlirik 6-nı. İndi isə çıxaq. 300-dən 200 çıxsaq qalır 100-ü. 20-dən 10 çıxsaq 10-u qalır. 9-dan 6 çıxsaq qalır 3-ü. Yəni 323-dən 216 çıxanda 113 qalmış olacaq. 113. Davam edirik. Misalları həll et. Misalları həll edək. 344-dən 210 çıxır. Qalacaq 134. 134 qalacaq. Həmçinin də alt-alta da yazmaqla çıxa bilərsiniz. 893-dən 303 çıxsaq qalacaq 590. 568-dən 312 çıxsaq, 568-dən 312 çıxsaq, 8-dən 2 çıxsaq qalır 6-sı, 6-dan 1 çıxsaq 5-i, 5-dən 3 çıxsaq qalır 2-si. Yəni 256 qalmış olacaq. 777-dən 666 çıxsaq 111 qalır. Alt-alta da yaza bilərsiniz. 740-dan 140 çıxsaq, 780-dən 140 çıxsaq 640 qalır. 549-dan 142 çıxsaq 402-si qalacaq. 655-dən 323 çıxsaq qalacaq 332-si. 932-dən 22 çıxsaq qalacaq 910. Davam edək. Elxan 240 səhifəlik kitabın 130 səhifəsini oxudu. O kitabı oxuyub tamamlamaq üçün daha neçə səhifə oxumalıdır? Demək, əziz şagirdlər, kitabın 240 səhifəsi var. 240 səhifənin 130 səhifəsi oxunubsa, neçə səhifəsi qalır? 240-dan çıxırıq 130-u. Alt-alta yazmaqla da çıxa bilərsiniz. 240-dan 130 çıxırıq. 0, 4-dən 3 çıxsaq 1-i, 2-dən 1 çıxsaq 1-i. Neçəsi qaldı? 110 səhifəsi qalmış oldu. Kitabın neçə səhifəsi oxunmamış qalıb? 110 səhifəsi oxunmamış qalıbdır. 110 səhifəsi hələ oxunmalıdır. 2 ədədin cəmi 568-ə bərabərdir. Ədədlərdən biri 218-dən 25 vahid böyükdür. Ədədin o biri ədəddir. O biri ədəd neçədir? Baxın, əziz şagirdlər. Deyir ki, 2 dənə ədəd var. Bilmirik hansı ədəddir. Və bunların cəmi neçəyə bərabərdir? 568-ə bərabərdir. Bir qədər yaxınlaşdıraq. 2 ədədin cəmi bərabərdir 568-ə. Sonra bizə şərt verib ki, ədədlərdən biri 218-dən 25 vahid böyükdür.
Yani toplananlarımızdan biri 218'den 25 vahid böyükdür. Bu ne demektir? Biz 218'in üzerine 25 gelməklə toplananlardan birini tapmış oluruq. 8'in üzerine 5 gelse 13. 3 yazırıq 1 yadda. 1'in üzerine 2 gelse 3, 1 de yadda 4. 2'nin özünü yazırıq. Yani bizim toplananlarımızdan biri neçiymiş? Toplananlarımızdan biri 243 imiş. Deyir ki, 2 ədədin cəmi 568'e bərabərdir. Bunu bildik. Ədədlərdən biri 218'den 25 vahid böyükdür. Bildik ki, demək ki, bizim toplananımız biri 218'den 25 vahid böyük, yəni 243 ədədi imiş. Sonra ne edirik? Birinci toplanan, ikinci toplanan və cəm. Digər ədədi tapmaq üçün, yəni məhsul toplananı tapmaq üçün ne edirik? 568'den çıxırıq 243'ü. 568'den 243 çıxsaq, qalır 325. Və alt-alta da yazıb çıxa bilərik. 568'den çıxırıq 243'ü. 8'den 3 çıxsaq 5'i, 6'dan 4 çıxsaq 2'si, 5'ten 2 çıxsaq qalır 3'ü. Neçə etdi? 325 etmiş. Oldu. Növbəti tapşırığa baxaq. Lalənin muncuqlarının sayı ən kiçik 3 rəqəmlərdə də bərabərdir. Aynurun muncuqları Lalənin muncuqlarından 320 ədəd çoxdur. Səbinənin muncuqları Aynurun muncuqlarından 120 ədəd azdır. Hər uşağın neçə muncuğu var? Baxın, Lalənin, L hərfi qoyuram, baş hərfini yazıram. Deyir, muncuqlarının sayı ən kiçik 3 rəqəmli ədəddir. Ən kiçik 3 rəqəmli ədədimiz neçədir? Ən kiçik 3 rəqəmli ədədimiz 100'dür. Lalənin muncuqlarının sayı ən kiçik 3 rəqəmli ədədə bərabərdir deyirsə, demək ki, Lalənin muncuqlarının sayı 100'ə bərabərdir. Ardını oxuyuruq. Aynurun muncuqlarının sayı, A hərfi qoyuram, yəni adını da yaza bilərsiniz. Aynurun muncuqlarının sayı Lalənin muncuqlarının sayından 320 ədəd çoxdur. Lalənin muncuqları 100 ədəddir. Aynurun muncuğu bundan 320 ədəd çoxdur. Yəni 100'ün üzərinə 320 gəlirik. Tapırıq ki, Aynurun 420 ədəd muncuğu var. Sonra bizə deyir ki, Səbinənin muncuqları Aynurun muncuqlarından 120 ədəd azdır. Aynurun muncuğu 420'dir. Səbinənin muncuğu da bundan 120 ədəd azdır. Səbinənin adına S hərfi qoyuram, baş hərfini. 420'den çıxıram 120'ni. 420'den 120 çıxanda qalır 300. Səbinənin neçə muncuğu var? 300 muncuğu var. Bizdən soruşur ki, hər uşağın neçə muncuğu var? Tapdıq ki, Lalənin 100 muncuğu var. Aynurun 420 muncuğu var. Səbinənin isə 300 muncuğu var. Növbəti sonuncu 9-cu məsələmizə baxaq. Yeni parkda əkilən ağacların sayı diaqramda təsvir olunub. Diaqrama əsasən suallara cavab ver. Şam ağaclarının sayı iydə ağaclarından nə qədər çoxdur? Küknar ağacları sərb ağaclarından nə qədər azdır? Parkda cəmi neçə ağac əkdilər? Gəlin əvvəlcə baxaq. İydə ağaclarının sayını müəyyən edək. İydə ağaclarının sayı baxırıq ki, gəlsək bura neçədir? 150. İydə 150'dir. Şam ağacı yaşıl rəng harda tamamlandı? Burada. Neçənin üzərinə düşür? 250'nin. Şam ağacı 250'dir. Küknar ağacı burada tamamlandı. Baxırıq ki, 200'ün üzərində dayanıb 200'dür. Sərv ağacı isə tam bura gəlib. Sərv ağacının da sayı 350'dir. Gəlin indi isə tapşırığı suallara uyğun yerinə yetirək. Şam ağaclarının sayı iydə ağaclarının sayından nə qədər çoxdur? Baxırıq, şam ağaclarının sayı 250'dir. İydə ağaclarının sayı 150'dir. 250'den 150 çıxmaqla şam ağacının iydə ağacının nə qədər çox olduğunu tapırıq. Tapırıq ki, 100 ağac çoxdur. Növbəti suala baxaq. Küknar ağacları sərv ağaclarından nə qədər azdır? Küknar ağacı neçədir? Küknar ağacı tapdıq ki 200'dür. Sərv ağacı da 350'dir. 200 350'den nə qədər azdır? 350'den
350-dən 200-ü çıxmaqla nə qədər az olduğunu tapırıq. Tapırıq ki, 150 ədəd azdır. Nə qədər azdır? 150 ədəd azdır. Parkda cəmi neçə ağac var? Parkda olan bütün ağacları toplayaq. Parkdakı bütün ağacların sayını soruşursa, iydə ağacı 150-dir. Şam ağacı 250-dir. Küknar ağacı 200-dür. Sərv ağacı isə 350-dir. Cəmi neçə ağac edəcək? Sıfırları toplasaq 0. 5-in üzərinə 5 gəlsək 10, üzərinə 5 gəlsək 15. 5 yazırıq 1 yadda. 1-in üzərinə 2 gəlsək 3. 3-ün üzərinə 2 gəlsək 5. 5-in üzərinə 3 gəlsək 8. Bir də yadda 9 etmiş olacaq. Parkda cəmi neçə ağac var? Parkda cəmi 950 ağac var. İzahlarımız bu qədər əziz şagirdlər.